Sən Dostumuz əməlli başlı hazırlaşıb. Xoş gördük xan. salam, xoş gördük. Bro, sonra əməlli başlı adrenalindir. Bir bax özün sürürsən, bir bax qaqaş kimsə sürür. Allah'ın olsun. Gəlmişik, hətta ayaqqabılarına kimi nəyə fikir verdim ki, spets, bir də ayaq altını görsən, həssas. Yəni ki, Pedalda sürüşmür. pedalda sürüşmür. Yəni ümumiyyətlə yerdə də sürüşmür. Pedalda ayağın sürüşmə ehtimalı 0-a bərabərdir. Qəşəng, qəşəng. Deməli, bax qardaşlar, yüksək sürətin içində oturmuşam, 200-dən getmişəm. Bu o his deyil. Vallahi o his deyil. Burada, sən necə gəlirsən, dəmiri görürsən, başa düşdün? Rul da səndə deyil, tormuz da səndə deyil, qaz da səndə deyil. Bu qaqaş gedir, başa düşdün? Bu bilir nə var, nə o. Amma mən bilmirəm axı. Yəqin ki, hissiyatı da rahat olar da, pedalın hissiyatı. Pedalın hissiyatı. Elə bir var nazik ayaqqabıyla sürürsən. Məsələn, bir də var bununla sürürsən. Bir də var bununla sürürsən. Ay, sağ ol. Başa düşdüm səni. Heç sən. Elxanın maşınıdır, yəqin ki, tanıyırsınız, bilməyənlər üçün deyim. Biraz maşının haqqında məlumat ver. Maşın haqqında çox qısa. Çox qısa. Valla maşın haqqında çox qısa verə bilmirəm. Honda Civic SI kupedir. Bəli. 2 qapılı. 2 qapılı. Neçə motor? 1.5 mexanika. 1.5 mexanika. At gücü təxminən. Təxminən stok olaraq 205-dir, amma hal-hazırda 235 at gücündədir. 235 at gücündə. Qəşəng. Super. İndi bu nəyə göstərir? Yəni artıq belə deyim də, baxacağıq ki, biraz dərindən ki, bu maşın nəyə qadirdir? Test and Training mərkəzindəyik hal-hazırda. Giriş. Bir dənə buranın girişinin qiymətlidir. Giriş time attack üçün 50 manatdır. 1 saatı. 1 saat. Bir maşın. Bir maşın. Əla. Yəni 2 maşın yanında artıq 2 saat edir də o. İlk öncə ondan başlayaq ki, qardaşımız çıxır yavaş-yavaş sürüşə. Özü üçün regulirovkalarını verir. Bildiğin tüzsüz at çıxır aşağıdan. Gedək. Getdim, davay. Qazanı elə bir ki partlayır. Qulaq as. Deməli, məsələ nədir? Baxın, birinci dəfə heç bax burada olmayan insanlar üçün. Oradan girirsən bu bakvasdan yanına. Gəldin, buradan qəşəng. Ərazi olaraq bilməm daha GoPro yaxşı göstərə bilir yoxsa yox. Trasa niyə görə çıxmıram? Hələ ki uzaqdan istəyirəm baxım görüm nə görsənir, nə görsənmir. Bu məsəl üçün maşın ucu itdi. Mən görmürəm maşını. Başa düşdün? Burada dayanmışam da. Hə, maşın itib. Yoxdur, görmürəm. Yəni siz də gəlsəz bura, ha, bax görsəndi maşın, görsən. Bax indi görsəndi. Aha, bax gəlir. Aha, bax gəldi. Oy, bu ucu. Əməlli başdı. Bək sürür axa. Allah, əməlli başdı. Rüfətin maşını haqqında məlumatı sən verəcəksən, yoxsa özü versin? İstəyir özü versin, istəyirmə fərqi yoxdur. Onda bir dənə zəhmət olmasa, Rüfət Sürməmiş düşdü, öz-özünə düşdü. Mən sənə dedim də düşər axı. qəşəng. Gəl onda hələli Rüfət iş görür. Biraz o maşın haqqında məlumat ver, mən də qıraqdan çəkəcəm o maşını. Type-R'dir. Bəli. Onda Civic Type-R. Azərbaycanda bir dənə. Ümumiyyətlə hər ikisi Azərbaycanda bir dənədir. Aha. 320 at gücüdür, amma biraz bunda da artım var. Bəli. Biz yoxlamamışıq özümüz, daim testə salmamışıq. Belə yəni bunda dəyişiklik çox olubdu, amma bunda biraz azdır. Type-R'də ümumiyyətlə Type-R bilənlər bilir, stok olaraq vapşim şeydə sportdur da. Bəli. Amma yüngül dəyişiklik eləmişik, kamber vermişik. Daha sonra arxa kamberləri dəyişmişik.
qabaqları mənfi kamber vermək üçün onu da dəyişmişik. Turbo motorda falan sport hava filtri falan belə xırda toxunuşlar olub. Amma o xırda toxunuşlar belə bunda böyük at gücü əldə eləyir. 20-30 at gücü elə bil fərq edir. Yəni təxmini hal-hazırda bir 3. Bu da mexanikadır. O da mexanikadır. Ha, bu da mexanikadır. Mühərriki 2 motordur. O Bunlar kim? 2 motordur. 320 at gücüdür. Stok olaraq. İndi bəlkə hərsə yəqin ki var bir 350 falan civarında olar deyə düşünürəm. Əla. Məndə 1.5-dir. Əla, super. Çox, məncə bu biraz qısa məlumat verdi. Mənə elə gəlir ki, kifayət eləyir. Əsas məsələyə Da keçmək indi lazım. fikir versən, Rüfət Aha. qardaş, salonda məsələn də bax. Bu kəmərlər çox böyük rol oynayır time attackda. Məndə o yoxdur. O bax bunları buradan göstərim gəl sənə. Arxada qolları var. Hə. Bunu taxdın, kəməri taxdın, istəyirsən oturacaqda o üz bu üz eləmirsən. Amma mənim maşımda o oturacaqlar gələk bunun belə olsun da, bax yarıq. Dəqiqədə göstərir. Mənim maşımda o olmadığına görə mən onu qura bilmirəm. Mən onun üçün gələk oturacaqları dəyişim. Gördüyün kimi bax mənim maşımda bura bütövdə buradan yarıqlar yoxdur. Düz. Onca oturacaq deyil. Məndə məsələn döngədə artıq özümü çalışıram taraziyim, amma orada artıq ona ehtiyac yoxdur. Kəmər səni tutur. Gözəl, gözəl, super. 47. Ha bu nə məsələdir qardaş? Ha yox olmaz. 47, hə? Hə, yaxşı. Rekordun 46-dır. Rekordum 46-dır bəli. 46-dır. Məncə Nəsə çatmır. nəsə çatmır. Nəsə çatmır. Aa bildim nə çatmır. Ana. Məncə başım bırakayım bu işi. Əldə çatmır. Qəşəng. Aa elə belə sürək də. Bir neçə 3-4 dənə kruq getdin hə hələ bir. 3-4 dənə. 3-4 dənə kruq. Ən yaxşı nəticə hələ ki 47 saniyədir. 47-də dəqiq yadımda qalmadı. 47 Orada ən baxdım. sonuncu 47 idi. 47 nə İndi qədər? Rüfət qardaşımız çıxacaq. Birinci, ikinci kruqu saymıram. Yəqin üçüncü ən Ha, birinci kruq, ikinci kruq adətən şey olur. yoxlama. Aha. Orada sırrıq var ya amma. Ha, orada var. Ucu gedərək oranı təmizləmişəm, narahat olma. Orada keçə biləsən. Bismillah. Ne görək. Ya Allah. Gəl Elxan, gəl biraz söhbət eləyək. Gələm. Gəl, gəl, gəl. Elxan biraz yürüşlər haqqında, Honda haqqında, yürüş barədə. Oy 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 oy. 47 saniyə. Rüfətin rekordu neçədir? Rüfətin rekordu səhv eləmirəmsə 44 yoxsa 45 nə qədərdir? Aha, Yadımdan çıxıbdı. başa düşdüm. Qışda qapalı görüş oldu burada. Bəli. Rüfətlə ikimiz 2 kateqoriya idi da. Elə bil 100 plus idi. Bir də 100 300 plus, bir də 300-dən aşağı, 100-dən 300-ə, Aha. 300-dən yuxarı. Söhbət at gücüdən At gedir. gücündən, Bəli. əlbəttə ki, at gücündən. Hə. Mən elə bil orada 100 ilə 300 at gücü arasında olandaydım. Orada birinci yer çıxdım. Rüfət də 300 plusdaydı. Aha. Orada vardı 500 at gücündə Tesla'da var idi, başqa maşınlarda var, danışırsan? qat-qatda. Yəni Onlardan tez bəli, gəldi, hə? hə, saniyəcə tez gəldi. 44 saniyə. 47 saniyə yenə də. Saniyəyə də ki bir dənə gözlə, o burada baxırıq gördüyünüz kimi. İndi dəyişdi. Bəli, bəli. O saniyə əslində bir sənə nətərdir? Mən məsəl üçün o qapalı görüşdən qabaq gəlmişdim məşqə. Orada sürdüyüm nəticə, amma yarışda sürdüyüm nəticə ondan daha şey oldu, yaxşı oldu. Elə bil yarışda daha elə bil adrenalin gəlir insana. Daha fərqli sürürsən. Hə. Belə bir şey var. Burada burada məsələn 47 göstərə bilərsən. Hə. Yarışda görsən tam başqa. Yəni mən o nəticəmi özüm gördüm də. Hə, gördün ki Burada 47-48 idi, amma yarışda getdim məsələn 44. ən şey. Riskə daha çox gedirsən. Ha, riskə daha çox gedir. Time attackda ümumiyyətlə
Va indi 45. 45. Qəşəng. Yəni bu Hələ sənin burada nəfərdir. bu harda ölçür? Gəlir harca o şeyə keçəndən sonra. Aa, O şeyə keçəndən sonra. qəşəng. 45 saniyə 45 nə qədər idi? Yəqin ki onda elə bir də Rüfətin yanına yaxınlaş, zəhmət olmasa. Ay sağ ol. Amma ha, Necədir? İncitməyəcəm, tənzimləmələr düz deyil. ha səndə qabaq 45 neçə oldu? 45 neçə idi? 45 orada yazmışdı. 45 nə qədərsə? Maşın sən eləyir, elə bir karting sürürəm. Ha, Çıxmışdım az qala yoldan, bu sürüşməli deyil axı bu qədər. Çox mənfiyə yığmısan da yəqin ona görə. Ha. Maşın yolu tutmur, yapışmır yerə. Məndə o problem yoxdur. Məndə o problem yoxdur. Ya Allah. Getdik Kəməri tax. ilk öncə. Bir yavaşdan yuxarı gedəcəm. Ha, yavaşdan yuxarı, aysa. Ha, birdən-birə Rüfətlə bir dənə elə videomuz vardı. Rüfət düzü qabağa çəkirdi. Ha. İndi Rüfət özü sürəndi də. Daha o video şeyə düşmüşdü. Keşfətə düşmüşdü. Ha. Instagramda. Nə qədər izlənmə gəldi. birinci hələlik ki birinci trasda ancaq yolu çəkirəm. Burada oppanma yerləri var. O çox Əməlli başlı hop var ha. Hoppa. Ha, qəşəng. ...52 ilə pavorota yeri, sürət elə də yüksək deyil, yaxşıdır. Burada ən sərt döngə buradır. Ən çox vaxt itirilən yer oradır. Oradır. Orada bir yarım saniyə uddun, çox qabağa gəl düşürsən. Yəni o çox böyük rol. Burada daşları özləri yerə qoy, atıblar. Ya sürənlər gəlib düşüb ora şey eləyib də. Məncə təmizləsəydilər yaxşı olar. 63 saniyə. İndi artıq bək gödürük. Hoppa, bu nədir Allah qaqaş? Qaqaş. Sənin Allah, bu nədir? Mənə yaxşıdır. Qaqaş, sən Mən birinci və axırıncı dəfə oldu. Qaqaş, sən... Tayferə girməyəsən. Yox, brat. Sonra əməlli başlı adrenalindir. Bir var özün sürürsən, bir var qaqaş kimsə sürür. Allah hamd olsun. Oba, qəşəng. Qəşəng. Söhəcə saxlayarsan. 47 saniyə. Ol. Yox, brat, yox, bu nədir Allah? Allah and olsun, qaqaş. Yəni sağ tərəfdə oturmaq əməlli bildiyin, qaqaş, qorxuludur. Qorxuludur. Allah hə, sən bir var, brat. Özün sürürsən, qaqaş, tər bastı mən. Allah and olsun. Əməlli başdı.
Yo, bir var özün sürürsən qaqaş, bir var qaqaş kimsə sürür. Kimsə sürür. Allah Allah, tam başqa hisslərdir. Ay belə. Ya, Nəticəmi ala bilirsən? Ya, nəsə alam. Mən də ala bilmirəm. Niyə? Nətər eləyək? Bilmirəm. Biraz elə gəlmişik də Davutda yol. Atizanı söndürmüsən? Yox, söndürməmişəm. İndi bundan sonra Yoxlamaq istəyirsən onsuz? yoxlayacağam yenə də astadan yuxarıya doğru. Hə. Nəsə Orxan, gedək bir qırıqda. ya bəs. Maşın da tullanır. Yəni yerdə orada bilməm kamerada hiss olundu yoxsa yox. Qaqaş əməlli başlı tullanıb düşür də. Yəni düz deyil asfalt. Ona görə də adam istər-istəməz o da biraz həyəcan verir. Olu pavorotu girəndə düzdür şükür Allaha belə necə deyim, bu pavorotlarda problem deyil. Burada misal üçün az qala çıxacaqdıq. Hara çıxırsan, bilin üstünə çıxırsan da başa düşdün. Hə, problem yoxdur. Hə. Maşın üçün təbii ki pisdir, amma insan üçün o qədər də çox böyük yəni təhlükəsi yox. Bir orada misal üçün Sveza Formula 1 yazılıb, ən orada da bayaqlara getdiyimiz yerdə. Allah'ın dostu. Bir orada pavorotu girəndə biraz şey olursa, çünki sürətin 100 plusun üstündə olur da təxminən. İndi daha orada çatdırıb baxa bilməm. Ha, bir bax burada narahat olursan, ha, çünki atlanıb tullanırsan, sağındakı qış dəmirdir. Sonra canım sənə düşün. Bir də ki, hadi o pavorotda, o yekə pavorot var, haradakı çalan təkərlərin izləri var idi ya. Bir də orada çox yəni əməlli başlı adama adrenalin gəlir. Aşıq zat dəyişdi avtomatik. Heç Allah canını sağ eləsin. Elxan bax indi hazırlaşırıq da, düz deyil. Bunun əsas görüşü, əsas belə deyim, yarışı nə vaxt olacaq? Drive Show Bakı təşkil eləyir. O da ki, düzdür, vaxt deyilib, vaxtı burada demək istəmirəm. Çünki dəqiq vaxtlar deyil də. Bəli. Ona görə demək istəmirəm. Amma yayda olacaq. Ha, gələn ayın ortaları belə hardasa o şeylərdə gözlənilir. Elə keçən il yayda da elə həmin vaxtlarda. İyul ayına salırlar. İyul ayına. Əla, super. Nələr olur? Nələr olur? Burada həm show karlar olur. Rəngli maşınlar o aşağıda durur. Bəli. Çox maraqlı olur. Fərqli rəngli maşınlar olur da. Girirsən elə bilirsən ki, nə deyim, multifilm aləmində elə başqa dünyadır. Buradan belə drift karlar düzülür. Aha. O şeylərdən də o tərəfə hardasa təqribi buradan da bu tərəfə time attack maşınlar olur. Sənin maşın time attack. Time attack da. Masaj nə? Maşınları. Həyəcandan. Burada artıq drift. Birinci drift, bir partiya driftlər şou göstərir. Ortada time attack yarışı olur. Sonra təzən drift belə də yəni hiss-hissə xeyli adam olur. İnşallah qismət olsun, gələcək. Gəl, ümumiyyətlə bu izləyən insanlar da kim var, ailəvi gəlilə bilinəcək bir səviyyədə olur. Yəni çox yüksək səviyyədə keçirilir həqiqətən də. Elə bir ki, yəni gəl uşağı götür, yoldaşını götür, evdəkilərdə kim olur da ailəli şəkildə. Yəni deyim ha belə səviyyəsiz bir yer yox, amma çox gözəl, rahat gəlib istirahət eləyə biləcəyin. Onu deyim ki, özünüzlə zontik gətirin, su gətirin, belə şeylər gətirin. Çünki çox günəşli hava olur. Aydın. Çox sağ ol ətraflı məlumata görə. Əzizlərim, burada inşallah biz videonu yekunlaşdırırıq. Belə bir kontentdə videom yox idi. Dedim bir video çəkim. Belə deyim də bu Test and Drive mərkəzindən qısa da olsa, qısa deməyim açığı, maşınlar haqqında, Hondalar haqqında dedik, giriş haqqında dedik, biraz trəki çəkdi, olmayanlar üçün bildilər nədir, hansı yarışa hazırlaşırlar, onu dedi, yarış haqqında qısa məlumat verdi, yerləşmə haqqında indi yəqin ki bilirsiniz, yəni Bakubasın bura yeridir, o tərəf bildiyim qədər Bakubasdır, bura test and training mərkəzidir, Hösan da o tərəflər, o tərəf zığdır, bir sözdən Yazsoz Veyzdə çıxacaq, belə. İnşallah ümid edirəm ki videomu bəyəndiniz. Videomu bəyəndinizsə like etməyi unutmayın. Kanala hələ də abunə deyilsə, kanala abunə olmağı tövsiyə edirəm. İnşallah ki sağlıq olsun. Növbəti videolarda görüşərik.